Dostlar, salam. Növbəti məntiq testimizə həll edək. Cəfər, Pərvanə, İlqar, Ayxan, Fatimə və Turab 10-cu və 11-ci sinif şagirdləridirlər. Onlardan verilənləri cədvəlimizi çəkəndən sonra oxuyub yazacaq cədvələ uyğun. Mətnə əsasən aşağıdakılardan hansıların fərqli siniflərdə oxuduqları dəqiq məlumdur. Onları tapacaq. İlk öncə verilənlərə əsasən, yəni mətnimizə əsasən biz cədvəlimizi quraq. Baxırıq ki, 6 şagird verilib və onlar 2 müxtəlif sinifdə oxuyurlar. Buna uyğun cədvəlimizi çəkək. Cədvəlimizə verilənləri yazaq. Cəfər, Pərvanə, İlqar, Ayxan, Fatimə və Turab. Onuncu və 11-ci sinifdə təhsil alırlar. Və ilk verilənə baxaq. 4-ü 10-cu, ikisi isə 11-ci sinif şagirdləridir. Bunu özümüz üçün qeyd edirik kənarda. 10-cu və 11-ci sinifi yazırıq. İkisi 11-ci sinifdə oxuyur, 4-ü də 10-cu sinifdə. Sonra, qızlar eyni sinifdə oxumurlar. Qızlar fərqli sinifdə oxuyurlar. Biz qızların birinin rəngin sarı, digərininki isə Pərvanə ilə Fatimə. 2 qız oxuyur 10-cu və 11-ci sinifdə. Bilmirik hansı siniflərdə təhsil alırlar, amma fərqli rəngləri rəngləyirik. Pərvanə ilə Fatimə ki, bunlar fərqli sinifdə təhsil alır. 3-cü verilənimiz. Ayxan və Turab eyni sinifdə oxuyurlar. Ayxanla Turab eyni sinifdə oxuyurlar. Buradan nə başa düşürük? Bizə deyir ki, Ayxanla Turab eyni sinifdə oxuyur. Və ikisi. Bizim də 2 sinifimiz var. 10 və 11-ci sinif. Və bilirik ki, 11-ci sinifdə yalnız 2 uşaq oxuyur. Ayxanla Turab 11-ci sinifdə təhsil alsa 2 nəfər, bir də Fatimə ilə Pərvanə fərqli sinifdə oxuyur. Bunların biri də Ayxanla Turabla oxumalıdır. Onda 11-ci sinifdə 3 nəfər olur. Deməli, Ayxanla Turab 10-cu sinifdə təhsil alırlar ki, 3 nəfər 11-ci sinifdə olmuş olmasın. Yəni, Pərvanə ilə Fatimə də fərqli sinifdə oxuduğuna görə 2 qız verilənimizə əsasən. Onların biri Ayxanla Turabla oxumalıdır. Ya 10-da, ya 11-də. 11-də ola bilməz, çünki Ayxanla Turab 11-də oxusa 2 nəfər, bunlardan da biri qızlardan biri bunlarla oxuyacaq, olacaq 3 nəfər. Deməli, Ayxanla Turab 10-cu sinifdə təhsil alırlar. 4-cü verilənə baxırıq. Cəfər və Fatimə fərqli sinifdə oxuyurlar. Bizim də 2 dənə fərqli sinifimiz var. Deməli, Cəfərlə Fatimə fərqli sinifdə oxuyur. Deməli, Cəfər Pərvanə ilə eyni sinifdə oxuyur. Cəfəri də sarı rənglə rəngləyirik. Bir qaldı İlqar. Deməli, biz verilənlərə əsasən bilmirik Cəfər, Pərvanə, İlqar və Fatimə hansı sinifdə oxuyurlar. 10-da yoxsa 11-də. Biz məntiqlə, yəni verilənə əsasən bilirik 11-ci sinifdə 2 nəfər təhsil alır. Və bilirik ki, Cəfərlə Fatimə 11-ci sinifdə təhsil alsa, belə düşünürük. Deməli, İlqar digər 4 nəfərlə 10-cu sinifdə oxuyacaq. Yox, əgər Fatimə, bir dənə bilmədiyimiz Fatimə 11-ci sinifdə təhsil alsa, deməli, İlqarla Fatimə Cəfərlə Pərvanə ilə fərqli sinifdə oxuyur, bildiyimizə görə. Ayxanla Turabla da eyni sinifdə oxuya bilməz. Çünki 3 nəfər eləyir 11-ci sinifdə. 11-ci sinifdə eyni sinifdə oxuya bilməz. Deməli, Fatimə ilə də İlqar eyni sinifdə təhsil alır ki,
Ola bilsin bunlar ya 11-də oxusunlar ikisi, ya da 10-da. Amma İlqarla Fatimə də eyni sinifdə təhsil almış olur. Cəfərlə Pərvanə ikisi eyni olursa, deməli İlqar qalır Fatimə ilə oxumağa eyni sinifdə 2 nəfər olsun. Və yaxud da ki, digəri 4 nəfər olsun. Onda İlqarı da yaşıl rənglə rəngləyirik. Biz verilənlərə əsasən bildik ki, Cəfərlə Pərvanə eyni sinifdə oxuyur, amma 10-da ya 11-də oxuduğunu bilmirik. İlqarla Fatimə eyni sinifdə oxuyur, ya 10-da ya 11-də oxuduğunu bilmirik. Ayxanla Turabın da 10 sinifdə oxuduğunu bilirik. Və mətnə əsasən aşağıdakılardan hansıların, verilmiş variantdakılardan hansıların fərqli sinifdə oxuduqları dəqiq məlumdur. Fərqli sinifdə hansının oxuduğu dəqiq məlumdur, onu tapacaq. A variantında Pərvanə ilə Cəfərin fərqli sinifdə oxuduğunu deyir ki, dəqiq məlumdur. Pərvanə ilə Cəfər baxırıq ki, eyni sinifdə oxuduğu məlumdur. Deməli, bu yanlışdır. A variantı. B variantını keçirik. Fatimə və Turabın. Fatimə və Turab. Fatimə ilə Turabın fərqli sinifdə oxuduğunu bilmirik. Çünki Turab 10-cu sinifdə oxuduğunu bilirik. Fatimənin amma ya 10-da oxuyur İlqarla, ya da ki 11-də oxuduğun İlqarla bir yerdə, onu bilmirik dəqiq. Ona görə B variantı da yanlışdır. İlqarla Pərvanənin fərqli sinifdə oxuduğunu. Baxırıq, İlqarla Pərvanə fərqli sinifdə oxuyur. İlqarla Fatimə eyni sinifdə oxuyur, Pərvanə ilə də Cəfərin eyni sinifdə oxuduğunu bilirik. Bunlardan ikisi ya 10-dur, ya digər ikisi də 11, ya da tərsinə. Deməli, İlqarla Pərvanənin fərqli sinifdə oxuduğunu dəqiq bilirik. Ona görə C variantı düzgün oldu. Turab və İlqarın digərlərinin yanlışlığına baxaq. Turabla İlqar. Turabın 10 sinifdə oxuduğunu bilirik, amma İlqarın 10-da və yaxud 11-də oxuduğunu bilmirik. Ona görə D də yanlışdır. Fatimə və Ayxanın 10 sinifdə oxuduğunu bilirik, amma Fatimənin 10-da və yaxud 11-də oxuduğunu bilmirik. Ona görə Y də yanlışdır və düzgün cavab C variantı oldu. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.